Salam əziz abituriyentlər, müəllimlər. Biz bugün sizlərlə Seyid Əzim Şirvaninin Güşqıl əsərinin təhlilinə baxacağıq. Burada həm bəndləri bir-bir oxuyub məzmununu izah eləyəcəyik, daha sonra onun təhlilini verəcəyik. Birinci bənd. Güşqıl, ey ki bilirsən özüvi vaqif-i kar, agah ol gör ki nədir naleyni nəğme-i tar. Nədir ol xüşk olan çubda bu nale-i zar, ki sədasından onun qarət olur səbr qərar. Açma hər pərdəni. Hər pərdədə var 100 əsrar. Bu bənddə şair oxucunu düşünməyə çağırır. Deyir ki, əgər sən həyatda məqsədini, yolunu bilirsənsə, musiqinin, xüsusilə də ney və tarın səsinə diqqətlə qulaq as. Neyin səsi ah çəkən, dərdli bir nalə kimidir və bu nalədə gizli həqiqətlər var. Ney və tar sadəcə musiqi aləti deyil, bir növ ilahi sirrin daşıyıcısıdır. Onların hər sədasında ruhani bir məna yatır. Pərdə burada həm musiqi tonunu, həm də ilahi aləmlə dünya arasında olan örtünü simvolizə edir. Hər musiqi pərdəsində yüzlərlə gizli həqiqət var. Bunları açmaq, dərk etmək üçün ruhani duyum gərəkdir insanda. Bənd bilirsiniz ki, özünü vaqif-ikar. Necə başlayır bənd? Birinci bənd. Özünü hər şeydən vaqif olan, hər bir işdən xəbərdar sayan insana müraciətlə başlayır. Agah ol, Güşqıl ümumiyyətlə sözünün mənası qulaq as deməkdir. Elə əsərin adından məlum olur ki, bunun hansı mənanı verdiyi ideyası daha doğrusu məlum olur. Adına baxanda bilinir. Agah ol, gör neyin naləsi, tarın nəğməsi nədir? Bu quru çubuqda, xüşk quru deməkdir. Bu quru çubuqda, quru çubuq da burada ney nəzərdə tutulur. Ney nəfəsli alətdir, musiqi alətidir. Bu quru çubuqda bu dərdli nalə nədir? Nədir ki, onun səsindən səbr və qərar kəsilir. Sən pərdəni açma, hər pərdədə 100 əsrar var. Əsrardakı sirlər deməkdir. İkinci bənd. Qoymaz ol tari müğənni niyə ağuşindən, düşməz ol xanəbərəndazilərin duşindən. Quş ilə yuş edə hər kimsə gedər huşindən. Pəmbəyi qəfləti çək səndəxə can guşindən, ta ki əsrarı nihanə olasan bərxudar. İkinci bənddə əsl musiqiçi tarı heç vaxt əlindən buraxmaz. O musiqidə təsəlli tapır, ruhunun dərdinə çarə axtarır. Tar burada həm musiqi aləti, həm də mənəvi bir yolu simvolizə eləyir. Bu bənd həm də deyir ki, həqiqi sənətkar zahiri dünya ilə maraqlanmır. Onun fikri, daxili aləmi ruhani musiqidədir. Əgər insan diqqətini toplayaraq, idrakla musiqiyə qulaq assa, gündəlik həyatın sərsəmliyindən ayrılar, ruhi bir oyanış yaşayar. Pəmbəyi qəflət, qəflət pambığı, qəflət pərdəsi. Deyir, pəmbəyi qəflət, yəni qəflət pərdəsini insanın batini, yəni daxilini görməsinə mali olan bir maneədir. Bu pərdəni qaldıran, yəni dünyəvi yuxudan ayılan insan əsrar nihanı, yəni gizli ilahi sirlərlə tanış ola bilər. Bu, sufi düşüncəsinə uyğun olaraq insanın ruhi tərəqqisindən bəhs eləyir. Müğənni deyir, o tarı niyə qucağından yerə qoymur? Niyə? Niyə o səyahət edənləri xanəbərəndə səyahət edənlər deməkdir? Niyə o səyahət edənlərin çiynindən düşmür? Hər kim diqqətlə qulaq assa, huşunu itirər. Sən də bu qəflət pambığını qulağından çıxar, ta ki, gizli sirlərdən agah olasan. Üçüncü bənd. Tut bərabər dəmi İsa'ya müğənni dəmini, qılıb eyha özvi seyr elə ruh aləmini. Ziri qəm olma, eşit nəğmi zilü bəmini, çəkmə aqil sənəgər dəhr-i müxalif qəmini. Şurə gəl nəğmə ilə çək qəmi dünyaya həsar. Şair musiqini bir növ İsa Peyğəmbərin nəfəsinə bənzədir. İsa Peyğəmbərin nəfəsi ruhu dirildən, eləcə də musiqi insanın içindəki ölü duyğuları oyadır. İnsan musiqiyə qulaq asaraq özünü dirildə, ruh alemi seyr eləyə bilər. Qəmli olma, dünyəvi dərdləri bir kənara qoy, nəğmələrin köməyi ilə bu qəmləri uzaqlaşdır. Musiqi təkcə əyləncə vasitəsi deyil, o dərman kimidir. Dərdləri sağaldır və insanı ilahi həqiqətə yaxınlaşdırır.
Bundan da şair demək istəyir ki, İsa peyğəmbərin nəfəsi kimi o müğənninin səsini İsa peyğəmbərin nəfəsinə bərabər tut, özünü dirilt, ruh aləmini seyr elə. Qəm altında olma. Yəni qəm çəkmə, qəmə batma. Nəğmənin zil və bəmini, zil bilirsiniz ki, yüksəkdir, bəm də onun aşağı tonudur. Nəğmənin zilini və bəmini eşit. Əgər aqilsənsə, o dünyanın qəmini çəkmə. Eşqə gəl, nəğmə ilə dünyanın qəminə hasar çək. Dördüncü beytimiz, bəndimiz daha doğrusu. Musiqi aləminin əhli gərək, əhli bəsər. Ta görə pərdə-i əsrarıda yüz nəqş-i süvər. Kim ki zövq əhli deyil, an hesab eylə həcər. Ləhni Davud eləməz növ-ü cəmatada əsər. Məni ərbabı edər, gür sıxən, ey huşyar. Bu bənddə də deyilir ki, musiqi məclisində olan insanlar yalnız zahiri gözə malik olmamalı, həm də batini göz. Yəni bizim hamımızın, insanların zahiri gözü olur. Bu ancaq zahirdə olan, xaricdə olan şeyləri görmək üçündür. Amma şair deyir ki, insanın gərək batini gözü də olsun. Yəni dərin mənaları görə biləcək qavrayışa sahib olmalıdır. Musiqidəki gözəllikləri, pərdə-i əsrardakı, yəni sirli pərdədəki naxışları hər kəs görə bilməz. Zövqsüz insanlar üçün bu məclisin heç bir mənası yoxdur. Davud peyğəmbərin nəğməsi belə, əgər dinləyici ruh aləmini anlamırsa, ona təsir eləməz. Yalnız qavrayışlı insan musiqidəki sirləri anlaya və bu biliklə söz ustası, yəni həqiqət daşıyıcısı ola bilər. Musiqi məclislərindəki insanlar gərək görən, anlayan adamlar ola ki, sirlər pərdəsindəki yüz naxış və şəkli görə bilsinlər. Zövq əhli olmayana daş hesab eylə, deyir, anı hesab eylə həcər. Həcər daş deməkdir. Davudun gözəl, təsirli səsi cansız əşyalara təsir etməz. Ey aqil insan, eşitmək adamı məna sahibi eləyər. Sonuncu bəndə baxaq. Zahida, Tanrıya bax, məclisi irfandır bu. Tarı əsbab-ı mənahi demə, böhtandır bu. Meyi gör, saqiyə bax, kövsər-i qılmandır bu. Cümləsi pərtöv-ü rüxsari sübhandır bu. Meydə həq nurunu gör, səhvini qıl istiğfar. Bu bənddə şair zahidə, yəni dindara səslənir. Deyir ki, sən bu musiqi məclisini günah yeri sayma. Bu, irfan məclisidir. Yəni Allahı dərk etməyə aparan bir yoldur. Tarı və digər musiqi alətlərini haram adlandırmaq böhtandır. Buradakı mey, saqi, kövsər hamısı simvolikdir və ilahi eşqi, mənəvi qidalanmanı bildirir. Bəzən abituriyentlər, şagirdlər bunu digər mənada, yəni yanlış anlayırlar bunun mənasını. Meyi, saqini şərab kimi anlayırlar, meyi daha doğrusu. Amma bu belə deyil. Buradakı əksinin bunlar hamısı simvolikdir və ilahi eşqi, mənəvi qidalanmanı bildirir. Musiqi və məclis əslində Allahın gözəlliyinin, nurunun əksidir. Zahiri görkəmlə kifayətlənmə, içindəki nuru görməyə çalış. Yəni şair burada bunu demək istəyir. Güşqıl əsəri əruz vəznində, müxəmməs janrında yazılıb. Əruz vəznində bilirsiniz ki, Seyid Əzim Şirvaninin heca vəznində əsəri yoxdur. Bunu da yəqin ki, bilirsiniz. Beşlik nə deməkdir müxəmməs? Hər bəndi 5 misradan, 2, 3, 4, 5 misrada görürsünüz. Hər bəndi 5 misradan ibarət olur və birinci bəndin qafiyə quruluşu hamısı eyni olmalıdır. A. Yəni 5 dənə A şəklində. Bunları silək ki, bizə mane olmasın. Gəlin qafiyə quruluşuna baxaq. Vaqifi kar, tar, zar, qərarda ar, əsrarda ar. Gördünüz, hamısında eyni olduğu üçün hamısının eyni hərfindən işarələdik. 5 dənə A. Bu müxəmməsin göstəricilərindən biri də budur ki, birinci bənd hamısı eyni cür qafiyələnir. Buradakı qafiyələrə də baxaq, qafiyənin növlərinə. Sizcə buradakı hansı qafiyənin hansı məna növünə aiddir? Hansı növünə aiddir daha doğrusu? Zəngin, yoxsa yoxsul qafiyə. Bir hecası qafiyələndiyi üçün bu yoxsul qafiyədir. Birinci bənddə. Keçək ikinci bəndə. Qafiyə quruluşuna baxaq.
Niye ağuşindən bu hissəsi duşindən, huşindən, guşindən Bərxudardakı birinci bənddən olan birinci bəndin misraları ilə həm qafiyədir. İkincini B ilə işarə edirik. Buradakı qafiyələrə baxaq görək, qafiyənin hansı növünə aiddir. Fikir verirsiniz, 1 deyil, 3 hecası qafiyələndiyi üçün ona görə burada zəngin qafiyədir. Buradakı ar birinci bəndin qafiyə quruluşu ilə eynidir. Üçüncü bəndimizə baxaq. Tut bərabər dəm İsa'ya müğənni dəmini, bu hissəsi aləmini, bəmini, qəmini. Buradakı ar da yenə də birinci bəndin qafiyə quruluşuna eynidir. Yenə də burada fikir verirsiniz, bir hecadan çoxdur, ona görə buradakı da zəngin qafiyədir. Növbətiyə baxaq. Əhli bəsər, sövər, həcər, əsər. Ar birinci yenə bəndlə. A, B, biz bunları qeyd eləməli idik. C, bunları da işarə eləyək D ilə. 4D, bir dənə A. Buradakılar da gördünüz, bunlar da yenə bir hecası qafiyələndiyi üçün yoxsul qafiyədir. Növbəti sonuncu bəndin təhlilinə baxaq. Qafiyə quruluşuna. İrfandır bu. Buradakı bu sözləri, bunlar təkrar olunan bunlar təkrirdir, qafiyə deyil. İrfandır, qafiyə olan sözlər, qafiyə hissəsi. Böhtandır, qılmandır, sübhandır. İstiğfarda ar, birinci bəndin qafiyə quruluşu ilə ar eynidir. Deməli, bunları da Y ilə işarə eləsək, 4Y bir A şəklində qafiyələnəcək. Bu əsər əruz vəzninin rəməl bəhrindədir. Rəməl sözünün mənasını bilirsiniz. Ləngərlənə, ləngərlənə, dalğalana, dalğalana mənasını verir. Burada şair əsərdən gördünüz ki, qafiyənin müxtəlif növlərindən istifadə eləyib. Bədii təsir ifadələri var, təkrirlər var. Məsələn, buradakı bu sözləri təkrirlərdir. Dili ağır olsa da, yəni alınma sözlərdən istifadə eləsə də, amma oxunaqlıdır. Bunu sözlərin mənasını, ümumi cümlənin məzmununa, bəndin məzmununa uyğun sözlərin, misraların mənasını aydınlaşdırmaq olur. Rəməl bəhrindədir. Burada təfilələrə uyğundur. 3 fəilatün, fəalatün, fəalatün, fəilün ölçüsündədir. Gəlin oxuyaq, görək necə bölünüb. Güş qıl, ey ki bilirsən, özüvi, vaqifikar. Bilirsiniz ki, əruz vəznində bütöv söz prinsipi qorunmur. Burada vaqifi sözü görürsünüz, ortadan bölünüb, yarısı bu birisi hecəyə düşüb, bu birisi təfiliyə düşüb. Güş qıl, ey ki bilirsən, özüvi, vaqifikar, agah ol, gör ki nədir, naləyi ney, naləyi, bütöv söz prinsipi burada da pozulub. Naləyi ney, nəğmə sözü burada da pozulub. Nəğmə-i tar. Bütöv söz prinsipinə əməl olunmaması, yəni sözlərin ortadan bölünməsi bu əruz vəzninin tələblərindən biridir. Yəni, ola bilər bu normal halda. Əsər ictimai məzmunlu əsərdir. Məlumdur ki, adətən divan ədəbiyyatında şeirlər ya rədiflər ya da birinci misraya əsasən adlanır. Güş qıl müxəmməsi də birinci misraya görə adlanıb. Belə dəyərli dostlar, bugünkü mövzumuzun izahı bura qədər. İzlədiyiniz üçün təşəkkürlər.